Salam hörmətli tamaşaçılar, əziz futbol vəsiqələri. TVNet platformasında Avrokuboklar həyəcanı davam edir. Sport TV ekranlarında yenidən bir yerdəyik və Tofiq Bəhramov adına Respublika stadionundan artıq yayımdayıq. Hal-hazırda gördüyünüz kimi komandamız Qarabağ Futbol Klubu UEFA Çempionlar Liqasının play-off mərhələsində Newcastle-la maç öncəsi açıq məşqini keçirir və hal-hazırda biz məşqini izləyirik. Çempionlar Liqasında bəlkə də artıq heç kim gözləməz ki, bu mərhələyə can gəlmişik, bu mərhələyə qədər gələcəyik və artıq bunu reallaşdırıb Qurban Qurbanovun komandası. Bir qədər əvvəl keçirilən mətbuat konferansında da Qurban Qurbanov maçla bağlı fikirlərini bildirdi və oyuna artıq hazır olduqlarını bildirdilər. Çempionatdakı vəziyyətə nəzər yetirdikdə 3 oyun, 3 qələbə, son 3 oyuna nəzər salsaq, hələ ki maksimum nəticə göstərmişik. O ki qaldı Çempionlar Liqasında 8 oyun keçirdik və 10 xalla ümumilikdə 24 komanda arasında, 36 komanda arasında ilk 24-lüyə düşdük və play-off mərhələsinə vəsiqə qazandıq. Rəqib haqqında nə demək olar? Rəqib İngiltərənin ən tarixi klublarından biridir, Newcastle-dır. Çempionlar Liqasında 4-cü dəfə artıq iştirak haqqı əldə ediblər və play-off mərhələsində ilk dəfə iştirak edəcəklər. Onu demək olar ki, Newcastle itkilərlə gəlib. Komandanın əsas yarım müdafiəçisi Bruno Guimaraes zədə səbəbindən bu maçda iştirak edə bilməyəcək. Komandanın bəzi şübhəli oyuncuları da var ki, bu oyunda çıxış etmələri hələ ki sual doğurur. Bunlardan da biri digər yarım müdafiəçiləri Joelinton'un adını çəkmək olar. Eyni zamanda Jan Wissa, komandanın yeni transferlərindən Brentforddan heyətə qatılan Jan Wissa da bugün meydana, daha doğrusu sabahki oyunda meydana çıxması şübhə altındadır. Ümumi götürdükdə Qarabağ heyətində isə demək olar ki, itki yoxdur. Kadi Borges zədəsini sağaldıb və artıq heyətdə yer ala bilər. Bildiyiniz kimi Nəriman Axundzadə artıq komandadan ayrılıb. Amerika Birləşmiş Ştatları klubuna artıq transfer olunub. Columbus Crew klubuna keçib və buna görə artıq heyətdə yer almayacaq Nəriman Axundzadə.